Sağ olun, bəli, əla. İctimai Təhlükəsizlik Komitəsi. 1791-ci il Konstitusiyasına görə icra hakimiyyəti kimdə qalırdı? İcra hakimiyyəti kralda. Amma Hı hı. məhdudlaşdırılırdı da, yəni səlahiyyətləri. Ay, sağ ol. 95-ci il Konstitusiyasına görə icra hakimiyyəti hansı orqanda qaldı? İcra o şeydə də bu nədir? Direktoriyada da Ay, icra sağ edicidə. olun, bəli. İngiltərədə hansı dövrdə idi ki, icra hakimiyyəti Dövlət Şurasında idi? O Respublika dövründə idi. Əla. Qanunverici, icra edici. Qanunverici, icra edici şeydədir, uzun müddətli parlamentdədir. Hə, Bu hə. dövrdə qanunverici qaldı Respublika dövründə parlamentdə, icra edici Bəli. Dövlət Dövlət Şurasında. Şurasında. Bəli. Ay, sağ olun. Yaxşı, insan və vətəndaş hüquqları haqqında bəyannamə yoxsa 1791-ci ilin konstitusiyası idi ki, söz mətbuat azadlığı verirdi, nə bilim, fikir Yox, düşüncə o azadlığı. o 89 bu insan vətəndaş hüquqları Ay, sağ bəyannamə. olun. Yaponiyada nə vaxt verilmişdi bu? O da 1889 idi o. Konstitusiyanın. Ay, sağ olun, Konstitusiya. bəli. Çar hökuməti nə vaxt belə bir fərman vermişdi Rusiyada yaşayan əhaliyə? Hə, o 1905-ci ildə idi manifest. Neçə Ay, oktyabr, sağ. 17 oktyabr manifesti Bəli, idi. bəli. Bəli, bəli. 17 oktyabr. Əla. Yaxşı, Yakubin diktaturasının dövrü həm də nə dövr adlanır? Bu nə deyirdi? Bu terror dövrü. Ay, sağ olun, terror dövrü, doğru. Yaxşı, siz mənə deyin, mütləqiyyət hansı yolla zədəganları itaətdə saxlayırdı, onlar özünə tabe eləyirdi? Məsələn, götürək elə Hə, 14-cü Ludovikin dövrü. deyir ya onları belə deyək də aradan götürürdü, zərərsizləşdirirdi ya da öz yanında onlara yəni sarayda belə deyək də Ay, vəzifələr verirdi. bəli, yeküc tətbiq idi ki, Bəli. bəli, doğru. Yaxşı, siz mənə deyin, 18-ci əsrin sonlarında xalq nədən narazı idi? İnqilabın Mütləqiyyətlə. başlamasına. Başqa Mütləqiyyət, mütləqiyyətin, feodal qaydaları. bəli, mütləqiyyətin sırasında da nələri göstərə bilərik? Mütləqiyyətdən doğan nələri? Feodal qaydalarıdır, vergilərin, nə bilim, ağırlığı. Qiymətlərin artması, Bəli, işsizlik, bəli. nə bilim, ərzaq şeyi, qıtlığı, üstünə də plus nə gəlmişdi? Xarici siyasətdəki uğursuzluqlar. Uğursuzluqlar. Bu 7 illik Bəli. müharibədəki uduzur, belə deyək Aha. də. Yaxşı, Osmanlı ilə oxşar nəyi götürə bilərik ki, bu dövrdə də Fransada var idi belə bir tədbirlər, nə bilim, mərasimlər. Bu da əhali narazılığına səbəb olur ki, yəni biz Saray azınlığı mərasimlərinin təşkili. Ay, Dəbdəbəli sağ saray olun. mərasimi. Əla. Aha, əla. Hansı təbəqələr idi ki, deyirdi bizə zədəganlarla aramızda olan fərq qalxsın, bərabərlik istəyirdilər? O, üçüncü silkdə olan burjuaziya idi. Üçüncü silkin Ay, müxalifət sağ edəcək. olun. Bəli, inqilabın əsas hərəkət verici qüvvəsi kimlər idi? Kəndlilər idi. Yəni, əsas hərəkət Ay, verici. bəli, bəli. Yaxşı, siz mənə deyin, bəs kəndlilər imperiyanın əsas dayağı hesab olunurdu. Birinci imperiya, ikinci imperiya. Yox, birinci imperiyadaydı, Napolyon. Ay, sağ olun, bəli. Yaxşı, o birinci koalisiya deyək də, nə vaxt bitmişdi onlarla müharibə, koalisiya qüvvələri ilə? O 1792-1802 İngiltərə ilə sonuncu bağlanır, onunla da Ay, qurtarır. bəli, bəli. 1795-ci ildə kimlər idi ki, müqavilə bağladı? Fransanın da bu rejimin elə bil ki, tanıdılar rəsmən. Hə, o koalisiyalardan, Ay, onlar sağ bir olun. dəqiqə koalisiya müharibəsində Avstriya idi. Yox, Sonra Avstriya yox, deyildi. Avstriya ilə 95-də. İtaliyada. Hə, Avstriya ilə ondan sonra imzalayır. Prusiya, Bəli, bəli, Hollandiya, ay, bir də İspaniya. 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 Ay, sağ olun. Bəli, bəli, doğru, əla. Yaxşı, siz mənə deyin, bəs nə vaxt idi ki, belə deyək, Misrə göndərildi ordu, bununla hansı dövlətlər idi? Misr ələ keçiriləndən sonra onlar da birləşdilər Fransaya qarşı. Bu Kimin başçılığı? 1798-ci il yürüşündəyirsiniz, Ay, müəllim. bəli, bəli, bəli. Kimlər birləşdi onda? Fransa Misrə ələ keçirdi deyə kimlərə əks oldu bu? Kimlərin ideyaları belə deyək də? İngiltərə, Rusiya, bunlar yenidən birləşirlər də şeyə qarşı, Fransaya qarşı. Aha, Osmanlı, İngiltərə, Rusiya. Bəli, Ay, hə, sağ olun. İspaniyada. Yaxşı, Napolyon Misirdə məğlub oldu. Ümumiyyətlə, Fransa Misirdə müharibə aparırdı deyə Avstriya hansı ərazini geri qaytardı? O Şimali İtaliyanı birinci Napolyon tutmuşdu. Bəli, Sonradan bəli. gördü başı qarışıqdı, getdi oranı yenidən işğal etdi. Kimin köməkliyi ilə, hansı dövlətin? Rusiya. Ay, sağ olun, bəli, doğru. Yaxşı, bəs niyə deyək ki, həmin dövrdə Fransa ilə Rusiya yaxınlaşdı? Fransa ilə Rusiya
bu şey nədir? Bir dəqiqə. Fransa o neydi bu?